bütün müzakirələrə açıq oluruq. Dərsin keyfiyyətinin azalması ilə müşayiət olunmamalıdır. Peşə məktəbləri çox pis vəziyyətə düşdülər. Çoxlu səbəblər var. İşçini işə götürəndə onun hər hansı bir peşə diplomunu mütləqdirsə, Valideynlər çox beləliklə müdaxilə edə bilmirlər. Təəssüf ki, bizim tələbələrimizdə də biraz tənbəllik müşahidə olunur. Təhsil müəssisəmizin inkişafı üçün, yəni bir vətəndaş olaraq əlimizdən gələni etməliyik. efirimiz bitdi və biz yenə davam edirik öz YouTube kanalımızda dəyərli qonaqlarımla birgə. Dediyim kimi bu rubrikanın məqsədi canlı efirdə əslində daha çox bizim studiyamıza və platformamıza gələn zəngləri cavablandırırıq, sualları cavablandırırıq. Amma rubrikamızda ekspertlərimizin öz subyektiv yanaşmalarını və hansı yeni bir təkliflərini, rəylərini eşitməm üçün daha bir belə deyə rahat ortam yaranır. Və əlbəttə ki, bilirik ki, hər bir televiziyanın bir çərçivəsi var. YouTube kanalında bu çərçivəmiz bizim yoxdur və biz bütün müzakirələrə açıq oluruq. Mən yenə də qonaqlarımı sizə təqdim edeyim. Əslində düzdür verilişdə təqdim eləmişdim, amma rubrikada bir daha təkrarlamış olacağam. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, xoş gəldiniz bir daha Tural bəy, və millət vəkilimiz Ada Universitetinin prorektoru, eyni zamanda Milli Məclis Elm və Təhsil Komitəsinin sədr müavini Fariz bəy İsmailzadə. Xoş gördük. Veriliş bitdi. Gördüyünüz kimi insanların yenə də yaralı mövzuları var, zəng eləyirlər, aktual sualları yönləndirirlər. Siz də sağ olun, faydalı məlumatları paylaşmış oldunuz. Amma bizim rubrikamızda bir balaca başqa bir məqamlara toxunmuş olacağam. İlk sualım mənim Tural bəyədir. İnsanlar daimi bu repetitorlarda şikayət edirlər və deyirlər ki, repetitorların sayı çox artıbdır və biz məcbur qalıb öz evladlarımızı repetitorlara göndəririk və s. Və burada biraz təhsilin keyfiyyətinə toxunurlar verdikləri suallarda. Mənə maraqlıdır ki, ümumiyyətlə sizin öz fikriniz buna yanaşmada nə formadadır? Yəni həqiqətənmi təhsilin keyfiyyəti pisdir deyə repetitorlara müraciət olunur, yoxsa belə bir adət-ənənə formalaşıbmı deyək valideynlərdə? Təşəkkür edirəm Sahilə xanım. Mən düşünürəm ki, cəmiyyəti qayğılandıran mövzulardan biridir. Məncə orada çoxlu səbəblər var. Hətta xüsusi bir tədqiqat mövzusudur. Mən bir neçəsini sadalamağa çalışım. İlk öncə repetitorluğun vüsət almasının mənə görə birinci səbəbi ali təhsil müəssisələrimizə qəbulun formatıdır. Yəni bu qəbulun formatı rəqabətliliyi özündə ehtiva etdiyi üçün burada hər zaman repetitorlar da olacaq, onlar da müxtəlif platformalarda bu xidməti satacaq. Sözsüz ki, beynəlxalq təcrübəyə baxsaq, yəni bu belə deyək də Azərbaycana xas bir mövzu deyil. Yəni hətta qardaş Türkiyədə, hətta uzaq şərqdə, Honkonqda belə mən kifayət qədər aktiv repetitorluğun nümunələrini görmüşdüm. İkinci məncə səbəb valideynlərin məşğuliyyətliliyi və hazırki tapşırıqların nisbətən fərqli formatda, bəziləri ona çətin deyə bilər, bəziləri daha fərqli nümunələrdə təqdim olunmasıdır ki, valideynlər çox müdaxilə edə bilmirlər. Və yaxud da ki, valideynlər çox məşğuldurlar, ona görə onlar o zamanı övladlarına ayıra bilmirlər. Mənim düşüncəm ondan ibarətdir ki, biz məktəblərimizdə, ümumi təhsil müəssisələrimizdə övladlarımızı məhz o istiqamətə yönləndirməliyik ki, onlar əlavə hazırlığa yalnız məktəblərdə dərslərdən sonra bir növ həmin müəllimlərin dəstəyi ilə sözsüz ki, bir növ irəli apara bilsinlər. Mən düşünürəm ki, burada məktəb də bir sistemli bir yanaşmanı ortaya qoya bilər, hətta müvafiq mərkəzi icra hakimiyyəti orqanı da onlara dəstək ola bilər. Yəni bu daha sistemli, daha estetik, yaxşı görünüşə malik, həm müəllim eyni zamanda dərsdən sonra bu fəaliyyəti davam etdirə bilər. Bu mənada düşünürəm ki, əslində repetitorluğa bir mənalı negativ bir fenomen kimi baxmaq doğru deyil. Amma eyni zamanda repetitorluq ümumi təhsil müəssisələrimizdə dərsin keyfiyyətinin azalması ilə müşayiət olunmamalıdır. Təəssüflər olsun ki, bəzən belə hallara rast gəlinir. Müəllim dövlətin verdiyi resurs əsasında bu dərsi məhz verilən zaman çərçivəsində keçmir və yaxud da yetərli keyfiyyətdə keçmir ki, dərsdən sonra müvafiq repetitorluq əsnasında bu xidməti göstərəcək əlavə vəsait hesabına. Düşünürəm ki, bu vicdan, şəxsiyyət və digər önəmli dəyərləri ortaya qoyur və bu mənada mən
həmin insanlara bir növ xitabən düşünürəm ki, onlar dövlətin verdiyi bu resurslar əsnasında, çərçivəsində övladlarımıza daha layiqli dərs keçməlidirlər. Nəinki dərs keçməlidirlər, onların şəxsiyyət kimi formalaşmasında önəmli rol oynamalıdırlar, nümunələr göstərməlidirlər və daha sonra hansısa valideyn bu və ya digər səbəbdən arzu edərsə, sözsüz ki, onlar bu mənada maraqlı. Yəni bu daha çox bir növ istək və xidmətə bağlı olan məsələdir. Yəni buna şərait yaratmamaq lazımdır. Amma valideynin istəyi ilə bu şərait yaranırsa, təbii ki, bu xidməti də yenə də layiqincə yerinə yetirmək lazımdır deyə düşünürəm. Çox maraqlı məqama toxundu Tural bəy və hətta verilişdə bir fikir səsləndirdi ki, misal üçün aqrofakültələrə 100% da dövlət hesabına daxil olunur və bəzi izləyicilərimiz də peşə məktəblərinə yönəlik çox suallar gəlir hal-hazırda. Etiraf eləyək ki, bir müddət Azərbaycanda ümumiyyətlə peşə təhsili aktuallığını da itirmişdi. Hətta səhv eləmirəmsə bir çox təhsil ocaqları da bağlanmışdı, fəaliyyət göstərmirdilər. Son 1-2 ildə deyək, daha çox aktuallaşıb bu məsələ və buna da ehtiyac yaranıb. Çünki bazarda mütəxəssislər yoxdur bu sahədə. İndi mənə maraqlıdır ki, Fariz müəllim, sizin fikriniz bu sahədən. Biz nə etməliyik? Daha doğrusu biz deyəndə əlbəttə ki, birinci başda qanunvericilik orqanı Milli Məclisimiz bəlkə qanunvericiliyi formalaşdıraraq, bəlkə də bir düşüncə mexanizmini dəyişərək ki, insanlar həqiqətən bu hüquq fakültəsindən, tibb fakültəsindən daha çox bu sahələrə də nəzər salsınlar. Çünki həqiqətən bazarda bu peşə məsələlərinə çox ciddi ehtiyac var. Tam razıyam. Çox önəmli məsələdir. Azərbaycanda ailələr ənənəvi olaraq ali təhsilə diqqət yetirir və ali təhsili hamı almaq istəyir. Amma dünyada peşə təhsili də çox populyar bir təhsil növüdür və peşə təhsilini bitirən insanlar həm yaxşı iş tapırlar, həm yaxşı məvacib alırlar. Hətta bəzi ixtisaslarda onlara tələbat daha çoxdur. Misal üçün, hansısa belə deyək, texnikdir, IT mütəxəssisi ola bilər. Təəssüf ki, bizdə 90-cı illərdə bu iqtisadi böhran zamanı, müharibə zamanı bizim o qədər problemlərimiz oldu ki, o zamanda peşə məktəbləri çox pis vəziyyətə düşdülər. Peşə məktəblərin maddi-texniki bazası çox zəiflədi. Çünki peşə məktəb elə bir şeydir ki, orada yeni texnologiyalar tətbiq olunmalıdır, yeni avadanlıqlar alınmalıdır. Çoxları çox pis vəziyyətə düşdü və peşə təhsili hörmətini itirdi cəmiyyətimizdə. Son illərdə mən müşahidə edirəm ki, peşə təhsili yenidən cəmiyyətdə populyarlaşır, peşə təhsilinə diqqət artır, Nazirlik tərəfindən çox böyük işlər görülüb, bir neçə rayonda, bir neçə bölgədə yeni peşə məktəbləri tikilib, çox müasir avadanlıqlarla, müasir orada şərait yaradılıb, hətta bəzilərində yataqxanalar da var, bəzilərində staj keçmək üçün tutalım otel işidirsə, otellər də var, qonaq evlər də var. Hansı rayonlardır bu? Maraqlı oldu. Misal üçün, mən Binəqədi rayonunda Koreya hökuməti ilə birlikdə tikilmiş peşə məktəbini nümunə gətirə bilərəm. Bərdədə Qarabağ zonası üçün tikilmiş çox müasir, çox böyük deməli, peşə məktəbini nümunə gətirə bilərəm. Mənim öz seçildiyim Lənkəranda düzdür, onun açılışı hələm olmayıb, amma çox müasir peşə məktəbi tikilib, müasir şəraiti var. Yəni orada bütün avadanlıqlar yerindədir və müəllimlərin də təlimlərinə böyük diqqət yetirilir. Mənim ümidim odur ki, bizim cəmiyyətdə növbəti illərdə mentalitet dəyişib peşə məktəbinə bir hörmət qaytarılsın. Çünki dediyim kimi, misal üçün, mənim təcrübəmdən Almaniyada, İsveçrədə orada peşə təhsilini alan insanlar çox uğurla iş bazarına qatılırlar və yaxşı da məvacib alırlar. Yəqin ki, bu tendensiya bizdə də olacaq və gələcəkdə elə ixtisaslar olacaq ki, orada qısa müddətli peşə təhsili daha çox tətbiq olunacaq. Nəinki, misal üçün, 5 illik, 6 illik magistr, bəli, magistra qədər çatana kimi bazarda daha çevik peşələr tələb olunacaq. Mən də hesab edirəm. İcazənizlə mən bir şey məqamı da qeyd edim, Fariz mənim qeyd etdiklərinin münasibətdə. Əslində, bu tendensiya var, gedir və sözsüz ki, qeyd olunan sənaye və innovasiyalar üzrə peşə təhsili mərkəzidir, Cəlilabad, Lənkəran, Bərdə, Qəbələ, İsmayıllı regionlarımızda bu istiqamətdə ciddi işlər görür və çox qeyri-adi bir hadisə baş verdi. Ali təhsil müəssisəsinin məzunu, yanılmıramsa, ötən il idi, 2 il əvvəl peşə təhsilinə
müraciət etdi. Bu da bir göstəricidir. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, bir çox hallarda vətəndaşlarımız ali təhsil alandan sonra əmək bazarına müraciət edirlər və əmək bazarının tələbləri təbii ki, fərqlidir. Və görünür ki, həmin vətəndaşımız bir növ peşəyə yönəlməklə ya istiqamətini dəyişmiş olub, ya da ki, yəni o daha qısa müddətli kurslara müraciət etməklə fərqli nəticə əldə etmək istəyib və qeyd edim ki, peşədə çox rəqabətli ixtisaslar var. Misal üçün, aşpazlıq onlardan biridir. Bəli. Aşpazlıq üzrə müraciət edən vətəndaşlarımız ciddi bir rəqabətlə üz-üzə qalırlar. Elektrik peşəsi də bu dəqiqə çox tələb olunur. Turizm sahəsinə çox böyük ehtiyac var, bəli. Bəzi sahələr aşpazlıq çatışmır. Bilirsiniz, otellərdə çatışmır. Bunu da misal üçün bazarda tələb qoysalar qanunverici şəraitində ki, işçini işə götürəndə onun hər hansı bir peşə diplomunu mütləqdirsə ki, bugün EMAS-a daxil olmaq üçün o sənədləri yükləmək lazımdır. Mən düşünürəm, bu da bir növ insanlar, yəni işə götürəni maraqlandıracaq ki, həmən götürdüyü şəxsin bir təhsili olsun. Bu da onlarda motivasiya yaradır. Sözsüz və biz Təhsilə Keyfiyyət Təminatı Agentliyi olaraq bir fərqli bir sahədəyik eyni zamanda. Bu da qeyri-formal, informal yollarla əldə olunan bilik, bacarıq, təcrübənin tanınmasıdır. Bu o deməkdir ki, yəni vətəndaşımız bu və ya digər səbəbdən təhsil ala bilməyib, istər ailə olsun, istər peşə olsun, yəni formal təhsil ala bilməyib. Amma usta yanında və yaxud da ki, digər bir təcrübə platformasında bunu əldə edib və agentliyə müraciət edir. Hal-hazırda biz 26 sağlıq olsun, bu ildə 5 ixtisas əlavə etməklə bu ilin sonuna qədər 31 ixtisas üzrə bu tanınmanı həyata keçiririk və təbii ki, aşpazlıq, qaynaqçı, bərbər, dərzi və digər sahələr də buradadır və hətta Qarabağa böyük qayıdış kontekstindən də biz vətəndaşlarımızın bu istiqamətdə təcrübələrin tanınmasını həyata keçiririk. Görürsünüz, faydalı məlumatlar, dəyərli izləyicilərimiz. Düşünürəm ki, çox maraqlı bir məsələ oldu və buna da həqiqətən ehtiyac var. Tural bəy, sizə bir sual vermək istəyirəm. Bugün ümumiyyətlə valideynlər, indi bilirik ki, agentlik monitorinq keçirilir kifayət qədər. Valideynlər ən çox narazıçılığı nədən bildirirlər, yəni təhsil sahəsində? Bilirsiniz ki, valideyn dedikdə, ümumiyyətlə təhsil dedikdə hər bir evə belə dedikdə toxunur, sirayət edir. Təbii ki, indi valideyn dedikdə siz yəqin ki, ümumi təhsili daha çox nəzərdə tutursunuz. Düzdür, məncə ümumi təhsil deyil, amma ali təhsillərdə alan uşaqların valideynlərin narazıçılıq daha çox. Yəni, gəlin belə deyək, ümumiyyətlə narazı ifadəsi son dövrlər cəmiyyətimizdə müəyyən mənada belə deyəkdə o hökm sürən, dominant olan bir ifadədir, narazı olmaq. Mən düşünürəm ki, ilk öncə sahiblənmək lazımdır. Yəni, ölkədə 4500-ə yaxın ümumi təhsil müəssisəsi var. Yəni, universitetlərimizin də sayı, maşallah, son dövrlər Qarabağa münasibətdə, Qarabağ Universiteti, Azərbaycan Türkiyə Universiteti fonunda, yəni kifayət qədər sayı artır. Bu deməkdir ki, yəni, biz bir çox hallarda təhsil müəssisələrimizdə baş verən hadisələrə günahlandırma zehniyyətindən deyil, sahiblənmək bir növ düşüncəsindən yanaşmalıyıq. Yəni, bu nə deməkdir? Bəziləri düşünür ki, yəni 4500 məktəbdə hər gün baş verən hadisələrə görə təbii ki, aidiyyatı struktur bölmələri məsuliyyət daşınır, bir mənalı məsuliyyət daşınır. Amma biz vətəndaş olaraq nə edirik? Bir valideyn olaraq nə edirik? Və eyni zamanda cəmiyyətin bir parçası olaraq nə edirik? Sözsüz ki, iradlar, şikayətlər fərqli cür ola bilər. Amma mən çox istərdim ki, bu iradlar daha çox keyfiyyətə yönəlsin. Yəni, təəssüflər olsun ki, bəzən övladlarımız və yaxud da ki, valideynlərimiz dərsin keçirilməməsində və yaxud da ki, dərsin keyfiyyətli keçirilməməsində maraqlı olan tərəflər kimi çıxış edir. Bəli. Bu mənim çox üzür. Çünki mənə görə, yəni ümumilikdə baxsaq, dərs bir belə deyək də, təhsil müəssisəsində müəllim və təhsil alan və təhsil verən, yəni müəllim və tələbə arasında baş verən bir prosesdir. Yəni, əgər bu prosesin iştirakçılarından biri bu prosesin səmərəli, keyfiyyətli məhsuldar olmasına maraqlı deyilsə, deməli, burada nəzarət mexanizmi yalnız müəyyən alətlər çərçivəsində bəlli bir mərhələdən sonra yoxlanıla bilər. Yəni, bu nə deməkdir? Yəni, ibtidai sinifə münasibətdə deyək ki, biz müvafiq olaraq ibtidai təhsilin sonunda bu qiymətləndirməni edirik, amma bu proses önəmlidir axı. Çünki biz əgər birinci sinifdə, ikinci sinifdə bu prosesi möhkəm həyata keçirə bilmiriksə, səmərəli həyata keçirə bilmiriksə, deməli bu nəticə etibarilə təsir edəcək. Məncə birinci sahiblənmək düşüncəsidir. Bu nə deməkdir? Müxtəlif kontekstlərində. Yəni, təhsil müəssisəsi hər birimizindir. Bu təkcə Elm və Təhsil Nazirinin mandatında olan bir məsələ deyil.
və təhsil müəssisəmizin inkişafı üçün, yəni bir vətəndaş olaraq əlimizdən gələni etməliyik. Misal üçün, biz uzaq şərqdən danışmış olsaq, bilirsiniz ki, Yapon şagirdlərinin məktəbə müşayiəti olmur. Bəli. Onlar bir sarı papaq taxırlar və hər kəs bilir ki, bunlar bu Yapon şagirdidir və yaxud da şagirddir və nəticə itibarilə məktəbə qədər gedilən yolda hər hansı bir başlarına bir iş gələrsə, onların qayğısı ilə hər bir Yapon və yaxud da ki, cəmiyyətin bir üzvü maraqlanır, diqqət göstərir, qayğılanır. Yəni, məncə bu günahlandırmadan sahiblənməyə doğru keçid edə bilsək, bir çox hallarda baş verən hadisələrə görə araşdırılma aparılmadan, hadisələrin detalları bilinmədən, yalnız günahlandırma düşüncəsini sərgiləyərək hücuma keçsək, mən düşünürəm ki, heç birimizə faydalı olmayacaq. Yəni, nə vətəndaş olaraq mənə, nə digərlərimizə. Bu müəllimlərdə də aqressiya yaradır. Yəni, müəllimlər daim deyirlər ki, hətta misal üçün bizim özümüzə zəng eləyirlər, şikayət eləyirlər ki, tələbələr bizi telefona çəkirlər, sonra bizi bunlarla şantaj eləyirlər ki, biz səsimizi qaldırırıq dərslərdə və s. Yəni, bu bir növ iki dənə laqirə bölmə yaradır. Vətəndaş, valideyn ayrı, bir də vətəndaş, müəllim ayrı. Sanki qarşı durma yaşanılır, yəni bu. Məncə, güvən məsələsidir eyni zamanda. Yəni, güvən əgər nə qədər möhkəm olarsa, etibar nə qədər möhkəm olarsa, bir o qədər də sağlam mühit olar. Yəni, mənə görə biz bəlli nöqtələrdə geriyə baxıb düşünməliyik ki, yəni, məzmun önəmli bir tərəfdir. Amma eyni zamanda bu münasibətləri necə biz möhkəmləndirə bilərik ki, daha sonra məzmuna keçid edə biləyik. Əgər biz sinifin idarə olunması kontekstindən məsələləri müzakirə ediriksə, hər hansı bir videonun çəkilib sosial mediaya qoyulmasını müzakirə ediriksə, deməli biz artıq təhsilin, tədrisin keyfiyyətindən danışmırıq. Yəni biz bu baza prinsipləri birinci həll etməliyik. Mənə görə güvəni qaldırmalıyıq. Yəni şagirdin müəllimə güvəni, müəllimin şagirdə güvəni, müəllimin inzibati heyətə, yəni direktora və digər şəxslərə güvəni və qarşılıqlı münasibət, valideyn eyni zamanda məktəbə etibarı. Və bu mənada düşünürəm ki, yəni hamını, hər kəsi günahlandırmaq doğru yanaşma deyil. Çünki biz prosesi bir növ aparan, cəmiyyətdə aparıcı qüvvə olmalıyıq. Nəinki daha çox A variantı işləmədi, B variantına məni günahlandırırlar, C variantı nəsə oldu. Və müzakirələrə açıq olmalıyıq. Çünki müzakirə olmadıqca bu kimi fikirlər üstünlük təşkil edəcək və nəticə itibarilə müəyyən o dedikodular və digər məsələlər heç də sağlam mühiti formalaşdırmayacaq. Düz, həm fikirəm sizdən. Fariz müəllim, insanlarımız deyirlər ki, universitetlərdə praktika çox az verilir, daha çox nəzəriyyə verilir və tələbələr çox vaxt artıq 3-cü, 4-cü kurs tələbəsi belə praktikadan heç bir anlayışı olmur. Yəni, valideynlərin çoxsu bundan şikayət edir, tələbələrin özləri də bu barədə bəzi mövzulara toxunurlar. Mən bilirəm ki, xarici ölkələrdə düzdür, klassik belə deyək, fakültələri kənara qoysaq, amma məsəl üçün tibbdir, IT-dir və s. bu cür fakültələr 3-cü kursdan artıq çox ciddi şəkildə praktikaya yönəltmiş olurlar uşaqları. Bizdə vəziyyət nə yerdədir? Yəni, məsəl üçün ADA Universitetində necədir bu hallar? Praktika nə formadadır? Bilirsiniz, bu məsələnin formal tərəfi var, bir də qeyri-formal tərəfi var. Təbii ki, Nazirliyin tələblərində müəyyən praktika saatları var və hər bir universitet bunu təmin etməyə çalışır. Tələbələri praktikaya göndərirlər, istehsalat praktikasına göndərirlər və son illərdə mənim müşahidəm onu göstərir ki, ümumiyyətlə universitetlərlə sənaye arasında işbirliyi güclənib. Yəni vaxtı ilə universitetlər sənayedən çox uzaq dururdular. Amma indi tez-tez görüşlər keçirilir, şirkətlərin nümayəndələri universitetlərdə müəyyən komissiyalarda iştirak edirlər, tövsiyələr verirlər, birgə araşdırma işləri aparılır. Şirkətlərin bəziləri hansısa deyək tələbə yarışmalarını maliyyələşdirirlər, sponsorluq edirlər. Yəni bu dialoq güclənib, son illərdə dialoq güclənib və hətta ADA Universitetində müşahidə şurası var ki, biz ora şirkət nümayəndələrini cəlb eləmişik və şirkət nümayəndələri hər ay görüşüb universitetin kurikulumlarına, başqa məsələlərinə tövsiyələr verirlər. Amma mən eyni zamanda da qeyd edim ki, biz azad cəmiyyətdə yaşayırıq və hər bir tələbə azad bir şəkildə özü üçün dərsdənkənar fəaliyyət çərçivəsində praktika tapa bilər, iş imkanları tapa bilər. Çox şirkətlər var ki, adam axtarır ki, məsələn, müəyyən saatlarda işləsin.
Təəssüf ki, bizim tələbələrimizdə də biraz tənbəllik müşahidə olunur. Nə mənada? Tələbələr təhsilə formal baxır. Dərsə girdim, dərsdən sonra çıxdım, getdim dostlarımla oynamağa. Amma misal üçün yay məktəbləri var, xaricdə praktika imkanları var, hansısa deyək kurslar olur, konfranslar olur, elmi praktik imkanlar olur. Tələbələr gərək dərsdən kənar fəaliyyətə diqqət yetirsinlər. Çünki o dərsdən kənar fəaliyyətdə toplanan təcrübə, layihələrin idarə edilməsi, kommunikasiya, komandada iş, sonra onların iş tapmaqda da və real iş bazarında da çox kömək olur. Təəssüf ki, tələbələr bu imkanları dəyərləndirmirlər. Elə dərsə girdim, onunla da kifayətləndim. Yox, elə deyil. Dediyim kimi, dərsdən kənar fəaliyyət, müxtəlif klublar, müxtəlif yay məktəbləri, konfranslar, könüllülük hərəkatı, könüllülük imkanları, o cümlədən də praktika çox böyük təcrübə verir. Misal üçün, bizdə keçən il Bakıda COP samiti keçirildi. Yüzlərlə tələbə cəlb olunmuşdu və çox yaxşı təcrübə qazandılar. Ondan öncə bilirsiniz ki, Avropa oyunları, İslam həmrəylik oyunları tələbələr üçün gözəl bir məktəbdir. İşi praktik cəhətdən öyrənirlər və sonra real iş tapmaqda da bu çox yardımcı olur. Mən tələbələri bu istiqamətə təşviq edərdim. Məncə də birinci növ korporativ mədəniyyətini aşılamış olurlar həmən tələbələrə. Amma burada bir məqama toxunacağam, qısa sadəcə öz subyektiv fikrimi danışıram. Mən indi həm də Vəkillər Kollegiyasının üzvüyəm. Bizdə köhnə nəsildə bilgi paylaşması paxıllığı da var. Mən sizə tam səmin deyim. Yəni yeni gənc nəsil gələndə nədənsə biz mentorluq eləməkdən çəkinirik. Yəni elə hesab edirik ki, niyə mən bu şəxsi öyrətməliyəm, mənim borcumdur. Hətta rəhbərlik kimisə bizə yönləndirəndə ki, bu şəxsi hazırlamaq lazımdır. Bu yeni bir gənc işə başlayan bir kadrdır ya da staj üçün gəlib bizə. Bəzi insanlarda bu psixoloji yük yaradır və deyir ki, mən o qədər əmək haqqı almıram ki, bu insanı formalaşdırım və yetişdirim. Mən bir mənalı çox mənfi baxıram bu məsələyə və hətta hesab edirəm ki, vətəndaş borcumuz, insan borcumuz məhz bu şəxsləri, bu gələn tələbələri səmimi, tam açıq belə qucaq açaraq tərbiyələndirib, formalaşdırıb və peşəkar formasında yetişdirmək. Yəni bu bir öncəki nəslin öhdəliyidir. Yəni bu formada ancaq cəmiyyət formalaşar deyə düşünürəm. Bu mənim subyektiv yanaşmamdır əlbəttə. Və sonuncu suallara keçmiş olacağam. Tural bəy, sizə istəyirəm sual verim ki, siz öz övladınızı məktəbə yönləndirəndə hansı məsələlərə diqqət yetirirsiniz? Birinci, bu biliyə, yoxsa müəllimin şəxsiyyətinə və ya həmən məktəbin şəraitinə? Yəni, ən önəmli bunların arasında nədir sizin üçün? Çünki mən hesab edirəm ki, müəllimin şəxsiyyəti ən vacib məqamlardan biridir. Biraz öncə də biz danışanda dedik ki, artıq YouTube kurslar var, uzaqdan təhsil və s. Yəni, müəllim artıq bir avtoritet kimi də görünməlidir uşaqların gözündə. Yəni, şəxsiyyəti çox önəmli olur bu səfər, mən belə düşünürəm. Mən düşünürəm ki, ibtidai təhsilə münasibətdə bir mənalı müəllim faktorudur. Çünki tədqiqatlar belə onu göstərir ki, yəni ibtidai təhsil ana dilində və mütləq mənada bir növ müəllim, yaxşı müəllim seçimi üzərindən qoyulmalıdır. Yəni bu o demək deyil, yuxarı siniflərdə müəllim yaxşı olmamalıdır. Sadəcə ibtidai təhsildə bir müəllimin bir çox fənləri əhatə etməsi fonunda o müəllimin həm müvafiq dəyərlərə sahib olması, eyni zamanda peşəsinə hakim olması məhz həmin övladların yetişməsində əhəmiyyətli bir rol oynayır. Sözsüz ki, burada infrastruktur az əhəmiyyətli deyil bir məna olaraq. Amma düşünürəm ki, müəllim heç onda təhsil alan və təhsil verən arasında o sağlam bağlar formalaşanda övladlarımıza təkcə məlumat, bilik deyil, eyni zamanda onların bir şəxsiyyət kimi formalaşması üçün zəruri səriştələrə, bacarıqlara sahib olmasına imkan yaradır. Və bu mənada mən düşünürəm ki, bir məna olaraq müəllim faktorudur və təbii ki, digərləri də müəyyən mənada ikinci dərəcəlidir, infrastrukturdur və yaxud da ki, digər məsələlərdir. Mənə görə, yəni əslində belə bir deyim də var, bir çoxları ondan istifadə edir. Yəni hər bir təhsil sisteminin səviyyəsi onun müəllimi səviyyəsindədir. Nə ondan artıqdır, nə əskikdir. Bu yaxşı deyilmiş bir ifadədir. Çünki biz bir çox hallarda bəzi ölkələri müqayisə edirik. Amma bu müqayisə eyni zamanda həmin təhsil sisteminin bünövrəsi olan müəllimlərin çiyini üzərində aparılan bir müqayisədir və mən çox arzu edərdim ki, düzdür, vaxtilə müəyyən mənada zəruri ehtiyaclardan irəli gələn
və müvafiq kvalifikasiyası yerində olmayan müəllimlərin prosesə cəlb olunması nəticə etibarilə müvafiq qiymətləndirilməlidir, istər miqdə, istər sertifikasiyada bu nəticələri bizə göstərmiş oldu. Amma mən düşünürəm ki, vəziyyət o qədər də kritik deyil və çox yaxşı müəllimlərimiz var, onlar çox yaxşı nümunədirlər və onlar da məhz ləyaqətli gənclərimizin formalaşmasında önəmli rol oynayır və sözsüz ki, biz bunu 44 günlük Vətən müharibəsində də görmüş olduq. O zaman demək ki, müəllimin şəxsiyyəti sizin üçün önəmli rol daşıyır. Və Faiz müəllim, axırıncı sualım sizədir. Bir çox dövlətlərdə, yəni xarici dövlətlər nümunə gətirə bilərik. Finlandiya var bunun içində, məsələn, Dubay, Ərəb Birlikliyi və s. Orada xoşbəxtlik nazirlikləri var və insanların ölkələrində yaşadığı müddətcə onların xoşbəxt olma səviyyəsi müəyyən edirlər. Sadəcə olaraq bizim məktəblərdə və təhsil ocaqlarında tələbələrin və şagirdlərin ümumiyyətlə belə bir aqressiv formada yetişmə kimi bir tendensiyası var. Bu sosial mediadan da görünür. Kimsə kimisə döyür, incidir və s. Və düzdür, çox gözəl bir layihə yaradıldı. Tələbənin dostu deyə bir layihə oldu. Şagirdin deyəsən, məktəblinin dostu, üzr istəyirəm. Məktəblinin dostu belə bir layihə yaradıldı. Bu da öz müsbət nəticələrini səhv eləmirəmsə, düzdür, monitorinqdən tanış deyiləm, amma sosial mediada görürəm ki, valideynlər və s. rəylər yazırlar ki, müsbət bir nəticə göstərir. Belə bir qanun layihəsi və yaxud Milli Məclisdə bu formada müzakirələr aparılırmı? Yəni biz nə edə bilərik ki, bugün şagirdlərimiz və ya tələbələrimiz həqiqətən xoşbəxt olma anlayışı onlarda da olsun? Yəni, çünki bizdə daha çox, bilirsiniz də, valideynlər uşaqlara öhdəlikli yetişdirirlər. Sən oxumalısan, əlaçısan və sən mən nə oxumalıyam, hansı diplomu almalıyam, hansı peşəyə yiyələnməliyəm? Bu sualları özlərinə vermə iqtidarında olmalıdırlar deyə düşünürəm. Bu sualları yaradan bir təhsil sistemi olmalıdır əslində. Bilməm nə dərəcə mənim fikrimlə razısınız, amma sizdən də istəyərdim bunun cavabını alın. Biraz fəlsəfi sualdır, yəni bizim həyatımıza baxışı tələb edir. Biz nə cür cəmiyyət qururuq və nə cür bizim balalarımız tərbiyə alır. Ümumiyyətlə deyim ki, mənim müşahidələrim onu göstərir ki, indiki gənclərin həm imkanları çoxdur, əllərində olan imkanlar çoxdur. Həm də eyni zamanda o imkanları nə qədər düzgün istifadə edirlər, etmirlər, bu narahatçılıq mənə verir. Məsələn, biz 90-cı illərin əgər belə deyək də şagirdləri isə 90-cı illərdə təbii bu qədər imkan yox idi. Azərbaycan indiki iqtisadi gücə malik deyildi, bizdə müharibə dövrü idi. O zaman şərait çox çətin idi və bəzi məktəblərdə elementar, yəni işıq yox idi. Bəli. Amma indiki Azərbaycan tamamilə başqa ölkədir. Azərbaycanımızda imkanlar da çoxdur, maddi texniki baza, yəni yüzlərlə, minlərlə məktəb yenidən tikilib, yenidən qurulub, bir neçə yeni universitet yaradılıb. Azərbaycanda imkanlar genişlənib və müasir texnologiyaları nəzərə alsaq, indiki hər bir şagirdin internetə çıxışı var, dünyaya çıxışı var, dillər öyrənə bilir, video materiallar izləyə bilir. Yəni bizim dövrümüzdə elə imkanlar yox idi. Nə qədər gənclərimiz bunu dəyərləndirir, nə qədər bundan istifadə edir, bu narahat edən məsələ budur. Yəni gənclərin bəzilərində görürəm ki, motivasiya azdır. Görürəm ki, o qədər bizim dövrümüzlə müqayisədə çətinliklərlə mübarizə aparmaq qabiliyyəti azdır. Yəni indiki gənclər o komforta belə deyək də o qədər öyrəşiblər. Bir çətinliyə düşən kimi dərhal belə deyək də apatiyaya düşürlər. Ona görə biz bu məsələlərə diqqət yetirməliyik. Gənclərimizə necə motivasiya verək, necə onlara çətinliklərlə mübarizə aparmağı öyrədək, necə onlara öyrədək ki, onlar problemləri həll edə bilsinlər, özlərini arxalana bilsinlər. Bu məsələlərə məncə biz məktəblərdə diqqət yetirməliyik. Amma imkanlara gəldikcə, təbii bugünkü Azərbaycanın imkanları qat-qat çoxdur və o imkanlar da bizim balalarımıza, bizim gənclərimizə verilir təhsil sahəsində. Çox sağ olun hər ikinizə. Çox maraqlı oldu. Bugünkü günümüz birlikdə bayramla əlaqəlidir. Hər ikinizdən də qısa diləkləriniz varsa almış olun bizim uşaqlarımız üçün. Mən bu günləri seçki dairəmdən gəlmişəm. O qədər orada bugün şagird görmüşəm. Çox qəşəng, enerjili, sevinc dolu şagird görmüşəm və mən çox sevinirəm ki, bizim millətimizin gələcəyi parlaqdır. O mənada ki, savadlı balalar yetişir, vətənpərvər balalar yetişir və müstəqil Azərbaycana layiqli kadrlar yetişir. Bütün ailələrə, bütün balalara xoşbəxtliklər arzu edirəm.
Çox sağ olun Fariz müəllim. Siz Tural bəy? Mən bir mənalı olaraq insan resursumuza güvənirəm və düşünürəm ki, bir millət olaraq biz müxtəlif çətin vəziyyətlərdə məhz qeyd etdiyiniz 90-cı illərə münasibətdə və hətta indi də ailələrimizin gücü, dəstəyi və dövlətimizin dəstəyi hesabına gənc nəsli formalaşdırırıq. Sözsüz ki, necə ki, müəllimlərin məhz övladlarımızın təhsilə münasibətdə gileyləri olur, valideynlərimizin təhsilə münasibətdə gileyləri olur. Bu gileylər hər zaman olub olacaq da, amma düşünürük ki, hər birimizin borcu ondan ibarətdir ki, nəinki əlimizdən gələni, hətta zəruri olanı etməliyik ki, istər ailəmizdə olan övladlarımız, istər məktəbdə olan övladlarımız, istər ali təhsil məsələlə münasibətdə olan gənclərimiz məhz bu dövləti, milləti daha önə çıxarmaq üçün əlindən gələni yox, məhz zəruri olanı etsin. Və bu mənada insan resursumuza güvənirəm və övladlarımızın parlaq gələcəyi üçün bu şərəfli və qürurlu yolda olmaqdan məmnunam. Çox təşəkkür edirəm hər birinizə. Hörmətli izləyicilər, sizdən də sağollaşıram. Gələn həftə yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.